İtlərimiz niyə az yaşayır? 30 il, 40 il bundan əvvələ kimi itlərimiz daha uzun yaşayırdılar, daha uzun ömürlü və insanlarla daha sıx bir yerdəydilər, nəinki indi. Bir çox insanlar bunun səbəblərini qidada görür, amma əslində qida birinci yox, ikinci burada yeri tutur. Birinci yer isə əsasən itlərin eyni gen hovuzunda yetişdirilməsidir. Eyni gen hovuzu nədir? Yəni itlər əsasən vizuallığa görə yetişdirilir. Sərgilərdə də ən çox buna önəm verildiyi üçün artıq itlərin genindən çox onun vizuallığı insanlar üçün əsaslı, görüntüsü əsaslı və onların çoxaldılması da məhz bu yöndə gedir. Təbii ki, bu da itlərdə olan qohumluq əlaqələrini demək olar ki, biraz tətikləyir və qohumluq əlaqələrdə, xroniki xəstəliklərdə gen çarpışması deyilən, yəni DNA-da qırılmalar baş verir və bu qırılmalar qohumluq əlaqələrində itlərdə daha tez bir-biri ilə çarpışır və xroniki xəstəliklər, yatmış xroniki xəstəliklər daha tez üzə çıxır və təbii ki, itlərimizin ömrünü azaldır. İkinci yerdə isə itlərin qidalanmağıdır, hansı ki, qidalanma necə ki, biz insanların həyatında qida çeşidi çoxdur, amma bunların orqaniki, təbiisi demək olar ki, azdır, biz bunları seçim eləyirik. İtlərdə də bu eynidir. Bu günləri zon mağazalara girdikdə yem çeşidləri dəhşətli dərəcədə çoxdur. Həm konservlər, həm qutu yemlər, quru yemlər, bunlar çoxdur. Bunların da keyfiyyətlisi, orqaniki və yaxud da ki, GMO ilə zəngin olanları var. Bu da itlərin ömrünü qısaldır. Üçüncü məsələ isə itlərin ən çox ömrünü qısaldan şeylərdən biri stresli olmaqlarıdır. Yəni itlər vəhşi təbiətə aiddirlər. Bu gün isə artıq evcilləşdiriliblər və bəzən parka çıxırıq, remendə gəzdiririk. Remendə gəzməyin özü belə it genetikasına ziddir, heyvan genetikasına ziddir. Bu onları stresə salır. Hansı bir parka gedirik, bu günləri parkların da sayı azdır. Parka gedərkən yolu keçirik, avtomobillərin səsi, insanların rəftarı. Təbii ki, bunlar itlərdə yaranan stresin əsas mənbəyidir və it ömrünü azaldan əsas amillərdən biridir.